Cənubi Afrikada yaşayan Martin Pistorius 12 yaşında xəstəliyə yoluxduqdan sonra şuursuz vəziyyətə düşüb. Hamı onun dünya ilə əlaqəsini itirdiyini düşünsə də, o əslində zehnində oyanıb və 12 il ərzində ətrafında baş verən hər şeyi eşidib, amma reaksiya verə bilməyib. Martin Pistorius üçün hər şey 1980-ci illərin sonlarında adi bir qriplə başladı. Lakin vəziyyət düşünüləndən daha ciddi idi. Beyninə təsir edən, vərəm və meningit diaqnozu qoyulan Martin tez bir zamanda ünsiyyət qurmaq və bədənini idarə etmək qabiliyyətini itirdi. Həkimlər onun vegetativ vəziyyətdə olduğunu və heç vaxt oyanmayacağını dedilər. Lakin 14 yaşında zehni olaraq oyandı. Ancaq bədəni hələ də iflici idi. Öz sözləri ilə desək, öz bədəninin içində ilişib qalmış bir ruh kimi yaşayan gənc 12 il ərzində ətrafını səssizcə müşahidə etdi. Huşunu itirdikdən sonra Martin illərlə otağındakı kölgələri müşahidə edərək vaxtını izləməyə çalışdı. Ətrafındakılar onun heç nə başa düşmədiyini düşünsələr də, o, Şahzadə Diananın ölümünü, 11 sentyabr hücumlarını və ailəsinin ən məhrəm söhbətlərini dinləyirdi. Martin nəzarət edə bilmədiyi bu dövrü mövcud olmamaq kimi adlandırdı və ən çətin anlarını ümidsizlik içində keçirdi. Onun travmatik təcrübəsinin ən şok edici anlarından biri anasının ümidsizlik içində dediyi sözlər idi. Ona qulluq etməyin çətinliyinə və oğlunun diri ölü kimi görünməsinə dözə bilməyən anası Joan bir gün Martinə dedi: "Ümid edirəm ki, ölərsən." İllər sonra Martin həmin anı xatırlayaraq deyirdi: "Anam sadəcə sağlam uşağının çarəsi sürətini görürdü və artıq buna dözməyə gücü çatmırdı." Anamın sözləri nifrət ifadəsi deyil, həm özünün, həm də oğlunun əzablarına son qoymaq istəyi idi. Martinin həyatı bir terapevtin onun gözlərindəki kiçik bir hərəkəti görməsi ilə dəyişdi. Kognitiv testlər Martinin zehninin sağlam olduğunu sübut etdi. Xüsusi kompüter proqram təminatı sayəsində o, əvvəlcə ünsiyyət qurmağı, sonra isə məhdudiyyətlərlə də olsa bədənindən istifadə etməyi öyrəndi. Kompüter elmləri üzrə təhsil alan və Xəyalpərəst Oğlan adlı kitab yazan Martin hazırda evlidir və bir uşaq atasıdır.